Bakıda infrastruktur sürətlə genişlənir. Amma mən tikinti şirkətlərinin rəhbərlərindən Bakıda tikinti işləri aparan, yalnız öz cibini düşünən şəxslərdən xahiş edərdim ki, yaşayış binaları tikəndə ilk əvvəl onun kommunal infrastrukturunu inşa etsinlər. Bakı şəhər icra hakimiyyətini suçlamaq çox asandır. Amma həmən tikinti şirkətləri hazır kanalizasiya sistemlərinə, hazır elektrik şəbəkəsinə, hazır içməli su təminatına qoşulurlar və əlavə olaraq heç bir iş görürlər. Həmən sistemlər isə məhdud sayda, müəyyən sayda sakinlər üçün nəzərdə tutulduğu üçün yeni tikilən binaların sakinləri, qardaş bacılarımız, bu ailələr günahsızlar. Günahkar həmən tikinti şirkətləridir ki, kommunal və infrastruktur baxımından bax, bu cür şəhərdir. İkincisi, keçid tunelləri, yeraltı keçidlər və tunellərə gəldikdə isə həmən tunellərdə su basmanın əsas səbəbi su nasosları olmamasıdır. Halbuki bunu Ziya Məmmədovdan soruşmaq lazımdır ki, Ziya Məmmədov o pulları nə edib? Çünki o tunellərdə mütləq şəkildə elektrogenerator stansiyası olmalıdır, su nasosları olmalıdır, su gəldikdə oradan çıxarılır. Və bu tunellərin layihələri necə qəbul olunub? Bunu da zəhmət olmasa Ziya Məmmədovdan soruşun ki, o xərclənən milyardlarla kağız üzərində təbii ki, pullar hara gedib və niyə gedib? Sadəcə budur. Əgər Ziya Məmmədov telefonu açsa məmnuniyyətlə soruşarıq, amma adam elə vəzifədən gedəndən sonra hər halda sükut içindədir. Təbii ki, deyilənləri eşidir, cavab vermək isə yəqin ki, arzulamır, istəmir bu. Amma tikinti şirkətləri dediniz, mən həm də burada bu tikinti şirkətlərinə mən səhv etmirəmsə, Elçin bəy, 40-dan çox, 42 səhv etmirəmsə, dövlət qurumu, nazirliklər rəy verməlidirlər. Yəni onların içində elə fövqələdəsindən tutmuş, nə bilim, en qədər qurum var ki, bunların rəyi əsasında bu tikinti şirkətləri bu binaları tikirlər və deməli, onların rəyi olmadan bunu etmək mümkün deyil. Elə o qurumların özləri hara baxır təkcə, yəni tikinti şirkətlərini günah keçisi kimi görməyək. Onların da bu məsələdə cavabdehliyi var. Dediyiniz kimi, həm tunellər, həm binaların hər birinin cavabdehliyi həm də eyni zamanda bir en qədər qurumun əlindədir. Məsələ bilirsiniz də, Bakı şəhər icra hakimiyyətinin büdcəsi çox məhduddur. İndi deyə bilərsiniz, mən Bakı şəhər icra hakimiyyətinin vəkiliyim. Xeyr, mən Bakı şəhər icra hakimiyyətinin qapısını axırıncı dəfə 17 il əvvəl açmışam. Və 17 ildir ki, mən o binada olmamışam. İşim düşməyib sadəcə. Amma sadəcə sadaladığımız qurumların sayı 46-dır və bu 46 qurum rəy verirlər və bu qurumların çoxsu bir-birini təkrarlayır. Hal-hazırda aparılan struktur islahatları ölkədə həddindən artıq çoxalmış məmurların sayının azaldılmasına yönəlib. Bu məmurlar arasında korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır, daha ciddi şəkildə. Çünki rəy verilərkən sadəcə binanın tikintisinə icazə verilməməlidir. Binanın landşaft dizaynı, eksteriyerinin, yeri memarlıq üslubuna nə dərəcədə uyğun olmasını və s. və s. Əfsuslar olsun ki, bəzən bu tikinti normativləri çox kobud şəkildə pozulur və nəticədə bir-birindən hədsiz dərəcədə yaxın binalar inşa olunur. Bu binaların inşa olması həm Azərbaycan paytaxtının süxuruna ağırlıq gətirir. Bakıda çökmə gedir, ciddi şəkildə çöküntülər var və bu çökməni hər yerdə görmək olar. İkincisi də ki, bu Bakıda küləklər gülü adlanan bir anlayış var, atmosfer, deməli, hidrometeorologiyada. Bu nədən ibarətdir? Bakı amfiteatr şəklindədir. Bakının amfiteatr şəklində olması Xəzərdən gələn Xəzrinin, küləyin şəhərin ən yüksək məntəqələrinə çatmasına qədər imkan verirdi. Amma son 10 illiklərdə Bakıda aparılan vəhşi tikinti işləri nəticəsində bu küləklər gülü prinsipi pozulub və Bakının bir çox küçələrində havasızlıq müşahidə olunur. Bu havasızlıq da çox ciddi atmosfer disbalansı yaratmaqla psixoloji problemlər də yaradır insanlarda. Biz bunu hiss etmirik. Bu psixoloji problemlər cəmiyyətdə aqressiyanın, cəmiyyətdə nevrozun, nevrosteniyanın artmasına səbəb olur. Vətəndaşlarımız arasında bir-birinə kobud davranmağa səbəb olur. Onlar özləri də bəlkə bunu istəmirlər. Amma yaşam şərtləri, ergonomikanın kobud şəkildə pozulması onu buna vadar edir. Digər tərəfdən, inşaat və tikinti işləri ilə bağlı Siz getdi Elçin bəy.
Adi bir vətəndaş həyətində balaca bir dam tikərsə, o dəqiqə bir neçə yerdə məmurlar gəlirlər, onu yoxlamaq istəyirlər. Amma bu tikinti şirkətlərin fəaliyyətində ciddi nöqsanlar var və bu nöqsanlar da araşdırılmalı. Qaldı Ziya Məmmədovun danışmamağına, mən ona danışmamağı məsləhət görərdim. Necə ki, Şərurlu İsfəndiyar danışanda nələr baş verdiyini gördük. Bəzən susmaq daha məsləhətdir. Susmaq qızıl deyirlər, bəli. Şərurlu İsfəndiyar deyir, gül vurdu. Ona görə doğru deyirsiniz, danışmamaq daha məsləhətlidir. Və yeri gəlmişkən, şair necə deyirdi? Deyir, Bakının dərdi var, Bakı xəstədir. Və deməli, o dediyimiz problemlərin çoxu da əlbəttə ki, şəhərdəki insan sıxlığından yaranır. Bax, indi mən baxıram qarşımda Yasamalda kanalizasiya xətti yolu keçilməz edib. Dəhşətli görüntülər var. Abdullah Şaiq küçəsində yağış sularının şəbəkələr vasitəsilə maneəsiz daşınması istiqamətində qəza briqadası artıq müəyyən işləri icra edir. Çünki dediyim kimi yollar keçilməz bir vəziyyətə düşüb. Bütün bunlar isə həm də əhalinin, belə deyək də, yəni daha çox məskunlaşdığı bir paytaxtın bəlasına çevrilib. Çünki Bakıda bu qədər insanın yaşaması Bakı üçün xarakterikdirmi? Yəni Bakı buna hesablanmışdı, əlbəttə yox. Doğru mu? Bakı, bilmirəm, maksimum 2 milyon insana hesablanıb, yoxsa 1 milyon yarıma hesablanıb mı? Amma bugün şəhərdə bəlkə də ölkənin yarısı şəhərdə qərarlaşıb. Problemi yoxdur. Bilirsiniz, urbanizasiya hər yerdə gedir. Bizdə nədir, belə bir təsəvvür var ki, ölkənin əhalisinin əksəriyyəti əyalətdə yaşamalı. Bu, aqrar ölkələrdə belə olur. Məsələn, Monqolistanda ölkə əhalisinin təxminən 86%-i kəndlərdə, çöllər, orada kənd yoxdur, çöllərdə yaşayır. Amma Tayvanda və yaxud da Singapurda və yaxud da Hong Kongda, Makaoda və yaxud başqa şəhərlərdə sakinlərin təxminən 94-97%-i şəhərdə yaşayır. Bakı, təbii ki, ilkin Bakının baş planı 3 dəfə hazırlanıb, ikinci baş plan yeniləndi, indi yeni baş plan hazırlanıb. Bu yeni baş plan sadaladığı problemlərdən çıxışdır. Çünki yeni baş planda şəhər bölgə olaraq 18 zonaya bölünüb və 18 zonada görürsünüz ki, məsələn, şəhərin sıxlığının aradan qaldırılması üçün bir çox köhnə məhəllələr sökülür, onların yerinə qış parkları salınır, istirahət parkları salınır. Bu sadəcə vətəndaşların istirahəti üçün deyil, bu vətəndaşların psixi sağlamlığı və ən əsası atmosfer üçündür. Məsələ burasında da Bakıda ümumiyyətlə, mən sizə belə bir paradoks deyim, siz indi gözləyirsiniz, mən deyəcəm ki, yox, Bakı bu insanlara hesablanmayıb. Xeyr, Bakıda statistika baxımından 32 milyona yaxın insan yaşaya bilər. Bir şərtlə, bu insanların yaşamı megapolis qaydaları əsasında həyata keçirilsin. Urbanopolis yox, megapolis. Urbanopolis nədir? Şəhər ətrafındakı qəsəbələrin hesabına böyüyür. Məsələn, Böyük İstanbul, Paris, London, bunlar böyüyürlər və bunlar xaotik şəkildə böyüyürlər. Amma məsələn, Washingtondur, New Yorkdur, Quebecdir, Lissabondur, Milandır, bunlar planlı şəkildə böyüyürlər. Və Azərbaycanda da bu problemi həll etmək olar bir şərtlə ki, iş başında mütəxəssislər olsun, urbanoloqlar olsun, memarlar olsun, iş başında bu işi bilən landşaft dizaynerlər, şəhər dizaynerləri, şəhər eksteryerini, şəhərin öz interyerinin hazırlanması olsun. Yoxsa kim harada istəyir, necə gəldi, bina tiksin. Şəhərdə tikilən binaların məsələn əksəriyyətinin urbanistika baxımından, memarlıq baxımından, eklektika baxımından, estetika baxımından vəziyyəti bərbaddır. Şaqlı qoyulmuş tabuta oxşur. Belə binalarda işləyənlər, belə binalarda yaşayanlar təbii ki, özlərində həmişə bir halsızlıq hiss edirlər, narahatlıq hiss edirlər. Və ona görə də biz düşünməliyik ki, bu binaların ümumi arxitektura üslubu olmalıdır. Buna misal olaraq, mən Bakıda Ağşəhəri göstərə bilərəm. Ağşəhər yekun memarlıq üslubu əsasında tikilib və insan özünü orada çox rahat hiss edir. Baxmayaraq ki, sıxlıq şəhərin mərkəzindən 2 dəfə çoxdur. Amma bu sıxlığı siz hiss etmirsiniz. Yasamala gəldik deyəsə, Yasamal necə yaşamamaq lazımdırın nümunəsidir. Çünki Yasamalda o yeni tikilən binalar köhnə məhəllələrin qənim kəsilir. Məhz ona görə bir damla yağış düşən kimi Yasamal küçələrini su basır. Məhz ona görə Yasamalda həddindən artıq sıxlıqdır, həddindən artıq çox insan intensivliyi hiss olunur. Bu problemləri həll etmək olar. Yetər ki,
insanlar bunu istəsinlər. Məsələn, şəhərə böyük avtobusların əvəzinə kiçik avtobuslar gətirmək olardı. Əhalini ictimai nəqliyyata sövq etmək olardı. Şərt deyil ki, hamının evində maşın. İctimai nəqliyyat çox pis işlədiyindən bu dəqiqə Bakıda elə ailələr var ki, o ailədə 3 maşın var, 4 maşın var. Bu da sıxlıq yaradır, təbii ki, tıxaclar yaradır. Ona görə problemlər çoxdur. Doğru, çoxdur və bir problem də bizim fürsətçiliyimizdir. Mən istəyirəm ki, elə bu sualı da verim, ondan sonra bizi əsas mövzumuz da gözləyir. Hərçənd bu da çox ciddi mövzudur. Ha, baxın, bugün göydən bir o vedrə ilə su tökülür, sanki gecədən bu tərəfə leysan yağıb. Taksilər adamı, bayaq sosial şəbəkələrdə xəbərlər paylaşılır ki, taksilər adamları 30 və 60 manat aralığında aparıblar. Hətta o komfort taksilər var, VIP taksilər var. Onlar zamanında bir 3-5 manatlıq yolu 60 manata aparırlar. Yəni bir qədər də adamımız fürsətçildir. Bu fürsətçil bütün şərqdədir, bütün şərqdədir. Mən gəzib dolaşdığım şərq ölkələrinin hamısında bayramlar, həmçinin havanın pis keçməsi taksi sürücüləri üçün bir şərtdir. Məsələn, bu yaxınlarda İstanbulda mən taksini 1 saat 40 dəqiqə gözlədim. Və İstanbulda taksilər ümumiyyətlə faciədir. Və üstəlik də orada qısa məsafəyə aparmırlar, uzun məsafəyə aparırlar. Bakıda isə taksi sahəsində hərc-mərclik davam edir. Taksi sahəsi sürücüləri arasında ciddi seçim aparılmalıdır, ciddi kriterilər olmalıdır. Yoxsa əks halda biz Bakıda hələ uçan taksiləri çox görəcəyik.